اللهم صل على محمد وعلى محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم صل وسلم على سيدنا وسيد الأنبياء والمرسلين محمد صلى الله عليه وسلم. اللهم صل على محمد وعلى علي أمير المؤمنين وعلى فاطمة سيدة النساء العالمين والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائمة. اللهم صل على محمد وعلى محمد. Birinci fıkrada işare edilir tekniken. Ama bu ikinci fıkrada çok kısa size işare edeyim. Niye göre insan evvel düz yolda olur, sonra dönür? Bunun sebebi yaxşı insan, pis insan olur. Allah'ın seven insan, şeytanı seven olur. Niye? Kur'an-ı Kerim'in bir ayesi var. Ben bu ayeye kararacağım. Yasin suresinde Elem a'had ileykum ya bani Adem en la ta'budu şeytanı innehu lekum aduwwun mubin. Sonraki ayette bunu ve ya'buduni hâzâ sıratun müstakîm. Allah Tebaraka ve Teala diyor, mənə ibadət edin. Doğru yol budur. Niye insan doğru yoldan dönmüyor? Bilirsən nədir insanlar o tarixdə doğru yoldan dönürlər? Bilirsən kimlər o? Məsələn, Zübeyir ibn Əvam. Zübeyir Səfiyyənin oğlu idi. Səfiyyə Əbdülmüttəlibin qızı idi. Deməli, Əbu Talib Peyğəmbər Əleyhisselamın əmisi, Əleyhisselamın atası. Əbdullah Peyğəmbər Əkləmin atası. Səfiyyə Peyğəmbər Əkləmin atası idi. Zübeyir onun oğlu idi. Bir gün Peyğəmbər Əkrəm Əleyhisselam və Zübeyir oturmuşdular. Peyğəmbər gördü ki, Zübeyir bir eşqlə Əliyə baxır. Dedi, Zübeyir, Əliyi çox istəyirsən. Dedi, istəməklə o mənim canımdır. O mənim özümdür. Dedi, Zübeyir, sən bir gün bu Əliyinin əleyhinə qiyam edəcəksən. Dedi, ya Resulallah, inanmışdır. Mən Əli qiyam inanmam. Zübeyir yalanlardan ki, Xanım Zəhra sallallahu əleyhə dünyadan gələndə Əliyə tapşırdı ki, Əli, məni gizlin dəfn edər, ancaq xas adamlardır. Biri Əbu Zər idi, biri Salman deyil, biri də Zübeyir idi. Bu məqamına bax Zübeyir. Zübeyir həmin adam idi ki, Əli ibn Əbi Talibin başını şal saldılar, qapının yanındırdılar. Xanım Zəhranın mövzunu sikt oldu. Əlinin başını şal salıb məscidə aparanda çəkdi qılıncını, de ey bəni haşim, sakit diyanlara deyirdi. Siz necə müsəlmansınız ki, Əlini məscidə aparırlar zorla, siz durub baxırsınız. Bir Zübeyirə daldan daş vurdular başından, yıxıldı yerə, qılıncı düşdü, atdılar kənar. Və illa Zübeyir orada neçə nəfər qanına əltəm gəldi. Zübeyir. Zübeyir'e bir adam deyil. Məqamı var. Zübeyir həmin o adamlardan oldu ki, gəldi Cəməl döyüşündə Əli ilə üz gözlüdü. Zübeyir Əli ilə üz gözlüdü. Cəməl müharibəsini Əli ilə 3 ay çəkdi. Əli ilə vuruşanlardan o müharibəni təşkil edənlərdən bir Zübeyir idi ki, Əli ilə düşsün. Nə oldu Zübeyir'ə? Niyə belə oldu insan? Niyə insan belə oldu? Əli Aleyhisselam Cəməl döyüşünə zirəksiz, silahsız çıxdı birinci qabağa. Zübeyir'i dəvət edildi. Zübeyir, Əli sənin müharibəyə çağırırsa, öldürəcəksəniz. Yaxında olanlar yox, Əli
sən, mən, Peyğəmbər Əkrəm, sən mənə baxırdın eşq ilə, şövq ilə. Peyğəmbər sənə buyurdu ki, əlini çox istəyirsən, dedim, əli mənim canım deyə istəməkdən də o yanılır. Zübeyir fikirləşdi, ya yadından çıxmışım, ya da yadını sağlamaq istəmirdim. Dedi, o yanımda deyir ki, əli dalma deyir, dedi, Peyğəmbər sənə bir gün əliyə düşmən olacaqsan, dedi, ola bilməz. Bax, o həmin o gün deyir, gəlmirsən nə yəni sözlər. Deyir, Zübeyir fikrə daldı. Fikirləşdi, qayıtdı qoşun tərəfinə və ondan sonra bir də qoşunun yanında olmadı, çıxdı getdi. Əli ibn Əbi Talibin döyüşçülərindən biri ki, sonradan aqibət bir xeyr olmadı, Nəhləvanda xəvaricdən oldu və Əli Əleyhisselamını öldürdü, izlədi Zübeyri. Döyüş meydanından çıxır. Kənarda onu bir xəlvət yerdə öldürdü Zübeyri. Qılıncını getirdi, gəldi Əli Əleyhisselam. Əli Əleyhisselam xoş qarşılamadı, bir bədbəxt meydandan çıxan adamı niyə öldürürsən? Dedi, Peyğəmbərdə işləmişəm. Zübeyrin hadisəsində, qatildə, məqtulda hər ikisi cəhənnəmdə olacaq. Sənin nə işin var meydandan çıxmış adamdan? Peyğəmbər Əleyhisselam təyin edəmədi ölümü. Götürdü Zübeyrin qılıncını əlinə. Dedi, ey cəmaət, bilirsiniz, bu qılınc Peyğəmbərin nə qədər qəmini sevincə çevirir. Zübeyrin qılınc. Amma gör ahireti necə oldu Zübeyrin? Niyə? Niyə insan namaz qılır, oruç tutur, ibadət edir, yaxşı işlər görür, amma axırı xeyli olmur? Niyə? Şümrü bizə görüşən ki, bir rəvayətə bir İmam Hüseynin başını kesir. Həmin o şümrü bizə görüşən ki, İmam Hüseynə Kərbəlalı Tasuğa günündə gəlir qoşun, 2000 qoşun. Tasuğa günüdür, ortadan sonra 9-cu gündə şümrü gəlir Kərbəlalı. Həmin o adam ki, İbn Ziyadın məktubunu çatdırdı Ömər Sədədi, Ömər Sədədi, hücumları da Hüseynin işləyir. Həmin bu şümrü Süffeyni 250 tərəfdarlarından 2 müavini ilə oluşur. Əgər Süffeyni ölsə hiç şəhid. Əgər şümrü Süffeyni ölsə hiç şəhid. Axırını günə qaldı. Dünyanın ən bədbəxt adamı oldu. Niyə? Niyə bu insanlar aqibət bir xeyr olur? O ayə-i şərifə bir fə'ən yəvuduniha vasilatı müstəqim, bunun lüğəti mənasıdır ki, mənə ibadət edin, azınca belə deyildir, mənə ibadət edin, doğru yol budur. Bu, həqiqi tərcümədir, həqiqi tərcüməsidir. Mənə bəndəçilik edin, doğru yol budur. İbadət eləmək, bəndəçiliyə aparan yoldur. İbadət insan bəndəçiliyə aparan. Amma bəndəçilik deyil. Bəndəçilik başqa şeydir. Ruhu və Allaha təslim eləmək başqa şeydir. Namazla insana çata bilər, əgər doğru olursa. Namazı bilsən nə qədər əlaməti var. Namaz olan pis işlərdən çəkindirər, adamlar namazda bu pis işlərdən çəkindir. Niyə? Benim ayə namaz bunlar yalan deyil. Benim kimsə Quranlı şəkki var. Bu niyə çəkindirir? Çünki namazında işqalı var. Namaz əgər bəndəçilik üçündürsə düz deyil. Namaz bundan başqa niyetlənsə doğru deyil. Bəndəçilik ayrıdır. Bəndəçilik ruhiyyəsi budur ki, insan özünü Allaha tam təslim edir. Tam, müthiy olar. Namazı da ona görə qılır ki, Allah, mən sənin bəndənəm namaz qılmalıyam, namaz qılıram. Orucu da ona görə əməllərini. Və illa şeytan altında ibadət etmişdir. Hələ bilmirik bizim 365 gün olan ilimizləndir, yoxsa ki, Allahın ilimləndir ki, ahirətdə 1.050 ildir bizim ilimlər. Bilmirik, geç ondan deyil, ondan deyil. Necə oldu da şeytan birinci ləhsədə zəkirdir elədir? Niyə şeytanın günə bağlayır? İbadəti vardı, abid idi, amma ubudiyyəti yoxdur, bəndəçilik yoxdur. Bu bəndəçilik ruhiyyəsi insanı çox mühümdür.
Ayin şərifə də bizə bəndəçiliyi ilə öyrənir. Namaz qılmağın faydası olmaq, Allah rəhmət özünə aydına babayət edir. Allah rəhmət özünə bəndə. Kəndilər alimlər yığışlar görürsünlər, alimlər məclisindən gəlir. Belə yaxşı məclis idi, belə əza vurdu, belə əzaları belə sinə vurdu, ağladı. Düz belə şeylərlə alınma ya, alınma ya. Bir dənə biləsin, işin tutarı yetmə işlə. Yox, git mərifət tap ki nə? Yəni Allah yaxşı bəndə o. O yaxşı bəndə olmasa mübarətə fərqi yoxdur. Böyle şunu da namaz kılırdı, Peygamber davranı vuruşmuştu. Zübeyir'le vuruşmuştu. Faydası ne oldu? Niye bunlar xeyir vermedi bu ibadet? Çünkü ibadet bendeciliğin olduğunu diyor. Bendeciliği olduğunu diyor. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ Ulema diyor, ey liya'rifûn diye niye yarattın? Allah diyor, Allah'ı sormalı. Allah özü diyor, niye yarattın ben insanları ve cinleri? Bir onu gör ki, mənə ibadet eləsin. Hansı ibadet? Bu namaz. Mənə bəndəçilik eləsinlər, ibadətlər məqsədir, yəni bəndəçilik. Təslim olsun mənə. Daha elə bu günləri keyfim köktü, yaxşıdır, vəziyyətim. Bir də gidib namaz da qılım. Halım yaxşıdır, gedim, bir də hədis də eşidim. Əsəbləşəndə elə özümdən çıxın. Haramla üzrə qalanda özümü oruya bilməyim. Naməhrəm görəndə gözümü saxlaya bilməyim. İnsan görəndə dilimə sahib ola bilməyim. Bu bəndəçilikdir. Bu ibadətdən görüntü yaratmaqdır. Neyəsə görəsən. Allah ilə özümüzün aramızda belələr olsun ki, inşallah yoxdur. Və bəndəçilik ruhiyyəsi. Ona görə ki, Zübeyirlər yolmazdı, Şübürlər yolmazdı. Onların yolun azmasını bəzəkdə bu deyil. Bələm bağlıra necə oldu yolmazdı? Bilirsən ki, bir bələm. Musa Peyğəmbərin dövründə bir nəhər idi, Yahudilər bundan əsələ öyrələrlər, ibadət əhliydi, elm əhliydi. Bizə harı çaşdı, gördü Allahın Peyğəmbəri gəlir, Allahın Peyğəmbərini təslim olmaq əvəzindən ləcacət edir, qəbul eləmədir. Musa'nın rəhbərliyi, Peyğəmbərliyi, imaməti qəbul eləmədir. Üsyan edir, getdi cəhənnəmə. Allah üçün fərqi yoxdur, mən neçə yüz ibadət eləmişəm. Mən bəndə döyünəmsə atacaqəm. Allahın yolu var. Bəndəçilik ruhiyyəsi olmayan olaraq abid. Gücüdən sərədə namaz olsun, qardaşım. Odur ki, günaha da rahat gedər. Günah da onu çağırır. Alimlərdən bir ki var, yaxşı insan. Yaxşı insandır. O namazını qılır, orucunu tutur. İbadətini edir, taatini edir. Mən onu deyim, o eləsin, yaxşı insandır. Hə gedərsən, deyərsən onu ki, məsələn, bir xeyri iş var, 5 min verirlər, məsələn, o pis niyyətə düşər, sivilişlik eləyər, Allah yolunu verməz, bunu xərab olar. Niyyəti də körlənar, Allaha da bədəmin olar. Deyim o adamlar. Biliyorsun, insanlar özür. Yaxşı insanlar özünə görə. Deyərsən, onu gəl edək, qiyaməlli, deyişər, azar, qorxar. Onu deyim, o elə necə var mı? Bu da yaxşı insandır. Var, yaxşıdır, yaxşılıq da eləyən insandır. Yaxşı insandır, yaxşılıq da eləyir. Başqalarına da əl tutun. Başqalarını da istəyir, yaxşı eləsin. O ondan yüksək məhəmmədir. O ondan yüksək məhəmmədir. Var, pis insan. Namaz qılmır, oruç tutmur. Var da Allah belə, məsələn, günah deyil, özü ilə deyil. Mərdimazar deyil. Başqasını günaha salmır. Birinə gəlirlər ki, dediklər ki, ağa, İmam Musa Kazımı gəlirlər ki, ağa, bir nəfər var, sənin aşığındır, şiirdir, adı şərab içilir. O da imana çatmır. Ağa deyir ki, hidayət olar. Hidayət olar. Yəni, o ki, bizə eşqi var qəlbində. Başqasına mərdimazarlıq eləməyir, başqasına yamanlıq eləməyir, başqasına pisliyi eləməyir. O, inşallah hidayət olar.
Ev yoxdur, onun düzəlmə ehtimalı var. Çox da üstünə yetməyib. Amma o insan ki, pisli edir. Pisli başqasını da pis yola çəkir. Pisliyini yayır. O pis. Zübeyir onlardan olur. Alimlər deyir ki, rəvayətlərə əsasən, o insanlar ki, dindən dönürlər, həmin bu dərəcədə olurlar, pis olurlar. Pis olur, pisliyi deyilir. Dindən dönən, vilayətdən dönən, namaz yerə qoyan deyir. Aman bu adam, ne üçün namaz yerə qoymaq bəziləri mürtəd həddindədir? Bir adam namazı qoyur sonra yerə. Dindən çıxmış kimidir. Çünki bəlası ağır olur. Bəlası ağır. Pis olar, pisdən də pis olar. Pis olar, pislik deyillər. Özü pis olar, özü də pis deyillər. Məqamazada deyillər. İmam Hüseyin Əleyhisselamın məşhur rivayəti, mən bunu çox demişəm. Bir sahil dilənçi gəldi. Mədinədə mən kimsəsizəm, kimin qapısına gidiblər ki, Əlinin oğlu Hüseynin qapısına kömək edərsənə. Gəldi, dördü qapını, İmam Hüseyin Əleyhisselam qapının arasından kimsə bir kələm elə, bir dilənçiyəm, sənin qapını göndərib. Tanımla burada heç kömək edilməyim. İmam Aleyhisselam qəmbələ deyil, qəmbələ nə qədər pul var? Qəmbələ pulu az idi. Bir müqdar bildi verdi. İmam əlin çıxdı barədə, dedi, qoy gözünə baxmasın. O tərəf aldı pulu, İmam verəndə dedi ki, bağışlı biraz pulun az deyil, şərmindəyəm yanında. O tərəf ağladı, İmamın ağlına görünə gəlir birinci. Dedi, azlığına görə ağlayırsan, çatmayacaq sənin ehtiyacı var. Dedi, yox, bilirəm mənim ehtiyacım çatacaq, hələ artıqdır gözlədiyimdən. Amma Allah, bu əllər də bir gün torpaq altında qalacaq. Yəni, sən də öləcəksən, sən ölməyə layiq deyilsən. Bu imamdır, yaxşının yaxşısı. İndi pisin kim idi? Pisin o adam idi ki, gəldi başsız bələni, qarət eləmək istədi. İmamın əlində bir dənə üzüyü vardı barmağında. Çıxartmaq istədi, çıxarta bilmədi. İmamın barmağını kesib üzüyü götürdü. İmam deyil, dindən dönən, məzhəbdən dönən, Allahın itaatindən dönən baba olur. Yolundan bir dəfəli yazar. Allah rəhmət olsun, Ayətullah Mələşi Rəcəfi yol göstərib bizə alimlər. Necə eləyək belə olmayaq? Deyir, həmişə Allah'ın xatırlayın, Allah'a tərəf qayıdın. Allah'a xatırlayın. Ayətullah Rəcəfi Mələşi deyərdi ki, mən hər gün evdən bayra çıxır, cəmiyyət adamı körlüyəm, adam evini günahını yer. Evdən bayra çıxanda dərs deməyi müşrikdir ya. Dərs deməyə gedirəm, cəmaatın şərri suallarını bərabərdə eləməyə gedirəm. Gedəndən gələcəm, əstəğfər deyər ağa və həmişə evdən bayra çıxanda deyər, Allah, sənə 14 məsuma and verirəm. Necə evdən çıxıramsa, elə o cürdə günahsız mənə evə qayıdır. Amin. Rəvayətlərdən şiirdə olanlar ki, günahı yadda düşəndə peşman olar. Keçmiş günahı yadda düşəndə qəmli olar. 3 dənə əlamət deyiblər, biri bu deyib. Yolunu azan insan deyil, yolumuzu azmıyor. Biri bu deyib. Günahımız yadda düşəndə iftihar edilmiyor. Adam var ki, iftihar edir. Keçmiş günahlarıyla, haramlarıyla iftihar edilir. Fəxr edir, narahat duyur. O adam ki, elədiyi günahlardan, tövbədən sonra iftixarla danışır, fəxr edir, xoşlanan, peşman olmayan, onun tövbəsi tövbədir. Keçmiş günahlarımızı yolda salanda qəmgin olun. Əgər qəmgin böyüsəsə, deməsə tövbə edərsən. Narahat böyüsən, mən elədiyim günahlarımla. Rəvayətdir. Şiələr əlamətlərdən, şiələr birinci əlamətidir. Günahı yadda düşəndə qəmlənər. Narahat olar ki, vay, niyə mən bunu edəyim? Mən Allaha nə cavab edəcəyim? Bu bir əlamətdir. İkinci əlamət, mən bunu çox deyirəm, şu şəhət hökmü bizdən deyil. Halal tikət, halal tikət. Aman halal tikələr.
İki məna. Həm qazanc baxımından aradan qazanılır, bir. Həm neymətin özü halaldır, halaldır, iki. Yəni mənası var ki, onu sonradan haram edə bilirik. Haram ola bilər. Mənə halal zəhmət çəkərəm, mücəhat şəriyyəni vermərəm, zəkatını vermərəm, pulsunu vermərəm. Bu dönər ha, zəhmətim gedər necə ya. Ola bilər ki, nəsə bədbin olmuşam. O bədbinliyimi dindən çıxartı bilmərəm. Müştəkin dəftəri var, İraqda Nəcəfdə. Əlhəmdülillah. Hər həftə Azərbaycandan Nəcəfə buna zərvarlar gedir. Hamısında borcumuz var. Vücuhatı şərimizi yaddan çıxartmıyor. Verdiyimiz sədəqələr xums hökmü daşımaz. Verdiyimiz ehsanlar xums hökmü daşımaz. Xumsun hökmü başqadır. Zəkatın hökmü başqadır. Heç kəsə vermir, heç kəsə inanmır. Müştəri dəftər. Göllər bilir. Özüm bir ildə bir dəfə. Nə xoş insan, ildə bir dəfə gedib imamımızdan ziyarət edir. Və ən ucuz ziyarət imamımızdan ziyarət edir. Həm bir də xumsunu belə öz hesab kitabını aparır. Bir də bir müştəri də ziyarət edir. Amma nə uzunlar vacibatı tərk eləmək olmaz. Kiminsə üzündən namazı tərk eləmək olmaz. Orucu tərk eləmək olmaz. Vücuhat şəhrini tərk eləmək olmaz. Bunlar mütləq bu səhətini çatmalıdır. Sahilinə çatmalıdır. Ancaq müştəri. O da müştəri. Amma qala Allah elə vermiş. Adam bunu halal zəhməti harama çevirirlər. Ona görə bu şeylər diqqət etsin. Ayətullah Buruzeyli bir nəfər evdə qonaq çağırdı. Ülema da bu şeydə çox hassasdır. İndi dahi dəb olmadan fərq eləyə bilmir. Ay əzizim, ehsan verirsən, bu malın paş puldan verirsən, halal puldan verirsən, hansı puldan verirsən, deyirəm mən də ehsanım. İnşallah ki, bizdə bir şey yoxdur. Mən ümumi deyirəm. Ya gedirik qonaqlıqlara, ya gedirik evlərə. Ayətullah Buruzeyli gəldi, bir də mənim evimə ona vermişdi onu. Çağırdı, Qərrar Buruzeyli evində tanıyırdı, görüyor, ölmü adamdır, xumsuz ekiləbilən adamdır, hava-pak adamdır. Çörək yedi, çörək yiyəndən sonra o şəxs səndinə ağalıcıdır, nüfuslu müştəridir ya. 50 il şiyyən tək məcəliyyəndə oldu, 50 il. Mən zamanında eləsin görmüşəm. Bir dənə Ayətullah Əraşin görmüşəm, bir il tək məcə oldu. Onun vaxtında heç bir hesabı vermədim. O bir müştəriklər dünyadan getdi, bir dənə olmamışdı. Əraşi bilirsən kimdir? Ağaya Əraşi Risalənin 100 neçə yaşı vardı, ondan sonra Risalə çap elədi. Dedim, mən İmam Xomeynin ehtiramına görə mərcəyiyyət eləməm. 50 ildir müştəriklər Əraşi. Allah ona da qismət edib, bir tək mərcə oldu dünyamızın şiirlərimiz. Buruzeyli 50 ildə tək mərcəyiyyət edib. 50 il. Onun nüfusuna görə bir nəfəri sağlıq edib. O da pak adam. Bir gəldi, evdə çörək yedilər, halal adam, mümin adam, süfrəsi pak, halalı pak, vücuhatını verən adam. Bir çörək yerindən sonra bir kağız getirdi, verdi, nüfusu bir şeydir. Bir də ağabey onu imzalayın. Ağabey, vay olsun sənin halın, bir meyimiz olduqlara. Sən mənə çağırırsan, ki, məndən imza alasan. Bir ağa doğrultusuna getdik, mədrəsiyə uyandıqca söhbət edik. Bir gördüm, ağa yanı, ağzını saldı, əlini saldı, ağzına ki, yine inmişdi, hamısını qaytardı. Ben bunu yiyə bilmərəm, bu haramdır. O adam da halal adam, ya Buruzeyli kimsənin sözündə oturmuşdu. Qazancı halal vücuhatını verən, özü halal, çaşdı. Ağayı canına imza edir. Bəlkə də bir bağlı dəftərində siqaha imza edəcəkdir. Necə bu süfrənin kənarında onu eləməzlər. Sənin mənə yeməyin o, bu haram müşvət. Getdi vaxtlarımız. Bu da var. Kərbəla vasitəsində muizə etdi, gəldi. Xanım Zeynəb Hüseyin, niyə bunlar ayə hədis qabul edilmir? Niyə bunlar mümin olmur? Niyə bunlar sözü qabul edilmir? Axı, sənin sözündə şək yoxdur. Nəfsin halal, nəfəsin halal, din halal, Peyğəmbərin balası, zamanənin imamı. Niyə
var. Neyi bilir Müslümana? Hələ o yoxa görə anasının hamilə olanda neyi bilir Müslümana? Anasını. Neydim ki, qüvvətlərinin nütfəsi bağlandı olur? Neylə bağlandı nütfəsi? Qayda olan. Qayda olan. Sonra övladı bağlandı deyil olur. Mən həmişə deyirəm, şəriyyətin qaydaları, hökumət qanunları kimi əməl olunma, rəsul olsa da daşqın izlərdir. Yoxdur elə bir şey şəriyyətin hökmündə. Allahın sözünə əməl edilən cəzasını görəcək. Ya bu dünyada, ya o dünyada. Ya özündə, ya ailəsində. Ona görə şəriyyətin qaydaları adi qanunlar deyil. Din qanunların sistemidir, bir sistemdir. Cəzası var. Adi qanunlarda fərqi budur. Şəriyyət qanunu, başqa qanunların fərqi neydi? Fərqi budur. Üçüncü nədir? Üçüncü olur ki, insan baxsın özünə. Görsün yaxşı insanları görəndə, sevilir, adam var, namaz qılır. Yenə də məsələn görsənir, namazlardan yola getmiş. Yaxşı insanlar demək olmaz, hamı pisdir. Bu doğru şey deyil. Kim qılama çıxın, hamı pisdir. Namazı batildir, riyakar, təkəbbürlü olsun. Hamı üçün insanlar ola bilməz, hamısı belə olsun. Düzdür, hamını razı salmayız, Əli hamısını razı sala bilmədi. Əli, kim ədaləti sevir də Əlinin yanındaydı, kim ədalətə yox idi, Əlinin düşməniydi. Zübeyir'in düşmən oldu Əlindən. 25 ildə Zübeyir'e nə olmuşdu? Səbəbi öyle. Səbəbi ki, Zübeyir 25 ildə nələ haram idi? Məs'udi Bürucu Zəhərdə yazır, Məs'udi Zübeyir'dən 4 əsr sonra yaşayır. Deməli, 1-ci əsrdə Zübeyir olur, 3 əsr sonra, 4-cü əsrdə Məs'udi olur. Bürucu Zəhərdə yazır ki, Zübeyir'in 12 dənə evi vardı. Bəzilərdə mən gidip baxmışım. Ev deyil, imarəti var Zübeyir'in. Hamısı o 25 ildə oldu, 3 dənə xərifine baxır. Varlı adamları, imkanlı adamları, qılıncılanları, nüfus sahibləri, hamısı pulman satın aldılar. Məs'udi deyir, həmin o, gör necə möhkəm evlər tikilmişdir ki, mən bilmişim 3 əsr sonra ya, 3 əsr ev qalar, 3 əsr imarət qalar, qalar. 3 əsrdən sonra gelib Məs'udinin gelib ziyarət edmişdik biz Zübeyir'in evlərini. Zübeyir kasılın biriydi. Ben yaşım bir pulu var idi. Niye oldu böyle? Çünkü Zübeyir'in dünya malına məhəbbəti vardı. Zübeyir yaxşı evi xoşlayandı, yaxşı yemeği xoşlayandı, qadınları xoşlayandı, məqamı xoşlayandı. Sonra Zübeyir'in yoldan azmışsa kifayət oldu. Düzdür, görsən deyirlər, müminin yaxşı başında olan, yaxşı evli olan, nə həddə olmalıdır? O həddə ki, əgər bu var dövlət məni bir gün yolundan çıxaq birisi o olsun. Amma kimi çıxaq deyil var dövlət yolundan? Müminin hər şey olar, amma mümində bu ruhiyyə də olar ki, Allah mənim məqamı çıxanda lazım olsa, nəinki evimdən, baharı maşınından, var dövlətimdən, canımdan, övladlarından, aləmin özünü də sənin yolunda fəda edirəm. Budur müminin ruhiyyəsi. Bu ruhiyyədə varsa bəli müminin hər şey olur. Bu ruhiyyə var. Bu bəndəçilikdir, həmin ayə-i bəndəçilik o bəndəçilik ruhiyyəsidir. O adam ki, bəli, başqalarını görəndə sevinir, müminləri görəndə xoşhal olur. Elə adamlar var, hətta namaz qılmayanlar da olur. Mən çox görmüşəm elə. Bir namazdır, məsələn, ya hələ belə də namaz qılmayandır, adamlardır. Deyir, valla, mən şu tələbələri görəndə belə sevinirəm. Namazlarını görəndə ürəyim açılır. Var elə insanlar. Adam var, namaz qılır, namazlarını görəndə ürəyi açılır. Məhsuldur ki, bu şərtdir insanlıqda. Əgər yaxşı insanları görəndə xoşhal olursansa, sevinmirsənsə, qəlbində kim-küdurət varsa, deməli yolu azmısan, yolundan dönmürsən. Amma əgər yaxşı insanları görəndə xoşhal olursansa, xoş səni alır. Allah təbarək təala və izzət üzrə xatır inşallah. O ayələr hədislərinə rəvayətlə təsirli qərar versin. Amin.
Kərbəla şəriflərində və əsirlərimizin dünya və ahirət ziyarətindən və şəfaətindən bizə salmasın.